Здравствуйте, дорогие друзья, еще раз. Давайте продолжим. Gəlin davam edək. Birinci hissəmizdə biz ayaq hərəkətləri haqqında danışdıq. İkinci hissəmizdə biz nəqliyyat hərəkətləri haqqında danışacağıq. Əsas feilimiz, yəni nəqliyyat hərəkəti ilə getmək mənasında istifadə olunan yezdit feilimiz. Feilimiz getmək deməkdir, amma təbii ki, biz Azərbaycan dilinə olan tərcüməsinə baxmamız lazımdır. İndiki zamanda istifadə etdiyimiz zaman gedir, keçmişdə gedirdi, davamlı, düzənli, təkrarlanan hərəkəti bildirir. Yəni, hər zaman olan hərəkəti bildirir və həmçinin getmişdi kimi də tərcümə olunur. Eyni yuxarıda, yəni birinci hissədə dediyimiz kimi, bizim Azərbaycan dilinin keçmiş zamanının hər halda hekayədirmi, hər halda rəvayət variantını, yəni mışdı-mışdı şəkilçisini əvəz edir. Я езжу на работу на metro. Mən işə metro ilə gedirəm. Davamlı olan, düzənli olan hərəkəti göstərirəm. Ona görə də bu cümlədə езжу feilindən istifadə etmişəm. В прошлом году мы ездили вместе в бассейн. Keçən il biz birlikdə baseynə gedirdik. Yəni, davamlı olduğunu göstərən, birlikdə gedirik. Yəni, təbii ki, bu bir dəfə olan hərəkət deyil. Mən bu feili buraya qoymaqla baxmayaraq ki, cümlədə zaman zərfi yoxdur. Amma mən bu feili buraya qoymaqla qarşımdakı insanlara həm söhbətlərimə hərəkətin davamlı olduğunu göstərmiş oluram. Və когда вы ездили в село, burada da bu cümləmizə baxmayaraq ki, davamlıq hərəkəti yoxdur, amma biz dedik ki, yezdit feilimiz həmçinin mışdı-mışdı şəkilçisi kimi də, yəni getmişdi mənasında da istifadə olunur. Ona görə də bizim bu sualımız Azərbaycan dilinə tərcümədə siz nə zaman kəndə getmişdiniz kimi tərcümə olunacaq. Следующий глагол у нас глагол ехать. Ехать feilimiz getmək feilimizdir. Bu da sırf nəqliyyatla getmək mənasını verir. İndiki zamanda hallanır feilimiz. İndiki zamanda gedir və yaxud da keçmiş zamanda istifadə etdiyimizdə də gedirdi mənasını verir. Amma bu an, bu dəqiqə içində, yəni haqqında söhbət gedən zaman içində baş verən hərəkəti göstərir. Вечером отец едет в село на поезде. Axşam atam qatarla kəndə gedir. Sadəcə bugün olan, bir dəfə olan hərəkəti göstərir. Yəni, bu axşam gedir. Утром, когда я ехала на работу, случайно увидела его. Səhərdir, mən işə gedəndə onu təsadüfən gördüm. Burada da mən yexət feili istifadə eləmişəm. Çünki sadəcə o anda baş verən hərəkəti göstərirəm. Yəni, səhər mən işə getdiyim anda təsadüfən hər hansı birisini görmüşəm. O anda baş verən hərəkəti göstəririk. Следующий глагол у нас глагол приехать. Приехать feilimiz gəlmək deməkdir. Feilimiz bitkin tərs feilidir. Sadəcə keçmişdə ola bilər, gəldi mənasında istifadə olunur və bir də gələcəkdə ola bilər, gələcək mənasını verir. Sadəcə bir dəfə konkret olaraq gəldi və bir dəfə də gələcək. Кто вчера приехал к вам? Dünən sizə kim gəldi? Hərəkəti bitirdim. Sadəcə dünən olan konkret bir hərəkəti soruşdum. Yəni, konkret bir zaman dilimində, dünənki zaman dilimində baş verən bir şeyi soruşdum. В наш город приедут туристы из Японии. Bizim şəhərə Yaponiyadan turistlər gələcək. Sadəcə gələcəklər. Ne zaman gələcəkləri bəlli deyil, sadəcə gələcəklər. Yəni, bir dəfə olan konkret hərəkəti göstərdim. Təbii ki, siz mənə sual verə bilərsiniz. Müəllimə, bu cümlələrdə biz davamlıq göstərən feilləri istifadə edə bilərikmi? Təbii ki, edə bilərsiniz. Eyni cümlələri həm davamlıq, həm bitkinlik feilləri ilə işlədə bilərsiniz. Sadəcə o zaman cümlənin məntiqi anlamı dəyişəcək. Yəni, əgər mən bu cümlələrdə в наш город, məsələn, buraya приедут yerinə, əksinə, davamlıq göstərən gəlmək feili, məsələn, приезжать feilini qoysam, təbii ki, mən qarşımdakı insanlara hərəkətin sürəkli, davamlı olduğunu göstərmiş oluram. Amma приедут deyirəmsə, bu bir dəfə olduğunu göstərirəm. Yəni, siz artıq işlətdiyiniz feillərlə qarşınızdakı insanlara hansı cür informasiyanı verirsiniz, o haqda artıq siz bəlirləyirsiniz. Yəni, siz təyin edirsiniz.
siz hərəkətin bir dəfə mi olduğunu göstərirsiniz, yoxsa davamlı olduğunu mu göstərirsiniz? O artıq sizə bağlıdır. Təbii ki, bu feilləri istifadə etməklə. Prijet feilimiz gəlmək deməkdir. Feilimiz davamlılıq göstərən feildir. İndiki zamanda gəlir, keçmiş davam edici olaraq davamlı, təkrarlanan gəlirdi və həmçində gəlmişdi mənasını verir. Каждый день он приезжает в школу на велосипеде. Hər gün o məktəbə velosipedlə gəlir. Velosiped də nəqliyyat vasitəsi kimi götürülür. Ona görə də bizim burada приезжать feilindən istifadə etmişik. Раньше дядя часто приезжал в село. Əvvəllər dayım tez-tez kəndə gələrdi. Yəni davamlı olan, keçmişdə baş verən, davamlılıq verən, təkrarlanan hərəkəti göstərdim. Кто вчера приезжал к вам? Bu cümləmizdə də baxmayaraq ki, cümləmizdə yəni davamlılıq göstərən zamanımız yoxdur. Lakin biz burada prijet feili istifadə etməklə burada mışdı-mişdi şəkilsi qoymuş oluruq. Yəni əslində dünən sizə kim gəlmişdi demiş oluruq. Burada кто sözündə o hərfini buraxmışam. Hər halda bunu tənqidçilər müəllimə кто sözünün necə yazıldığını bilmir deyə oraya mesaj yazmazsınız. Hər halda yorum yazmazsınız. Bu olan bir şeydir, avtomatik. Hər halda müəllimə 30 ilin müəlliməsi də hansı sözün və yaxud necə yazıldığı və necə deyildiyi haqqında hər halda yaxşı bilir. Ona görə hər boş şeyə görə siz əsasən söhbətin nədən getdiyinə, dərsin məğzinə, dərsin mahiyyətinə fikir verin. Orada mən bir hərfi yazmamışam və yaxud avtomatik olaraq hansısa bir hərf düşməyib deyə və yaxud moy yerinə toy demişəm və yaxud toy yerinə moy demişəmsə ona ilişməyə çalışmayın. Siz sadəcə vacib olan nədir? Siz əgər bu dərsi anlayırsınızsa, bu sizə asan gəlirsə və siz buradan öyrəndiklərinizin vasitəsilə günlük həyatda doğru düzgün cümlə qurub danışa bilirsinizsə, məncə önəmli olan budur. Xırdalıqlara, türklər demişkən çox da kafanıza taxmayın, xırdalıqlara çox da ilişməyə gərək yoxdur. Və bizim bir də поехать feilimiz var. O поехать feilimiz də bitkinlik bildirən feilimizdir. Yəni yexətdən yaranan, amma önünə po pristavkası, yəni söz önünün artırılması ilə düzələn bitkinlik bildirən feilimizdir. O feilimiz də ancaq keçmişdə olur. Yəni поехал bir dəfə və gələcəkdə olacaq поедет deyərək. Hərəkət feillərimiz gördüyümüz kimi birinci hissəmizdə ayaq hərəkətləri, ikinci hissəmizdə nəqliyyat hərəkətləri haqqında danışdıq. Və bir də onu mən deyim ki, bu nəqliyyat hərəkətləri ancaq sırf belə deyək, təkərlə gedən nəqliyyatlara aiddir. Yəni bu maşındır, taksidir, avtobusdur, qatar ola bilər və yaxud metro ola bilər. Həmçinin dediyim kimi mototsikl ola bilər, velosiped ola bilər. Lakin rus dilində təyyarələr, gəmilər üçün ayrı nəqliyyat hərəkətləri istifadə olunur. Orada direkt uçur və yaxud üzür nəqliyyat hərəkətlərindən istifadə olunur. Biz hamısına gedir deyirik. Bizdə fərq eləmir. Samolyot gedir deyirsiniz. Nə bilim, qatar gedir, gəmi gedir. Amma ruslar onu ayırırlar. Ruslar hər bir isimin özünün şəxsi feili var və onu özəlliklə yəni siz gəmi haqqında karabil yedit deyə bilməzsiniz və yaxud samolyot yedit deyə bilməzsiniz. Bu rus dilində çox böyük kobud və məntiqi səhvlərdən biridir. Hər hərəkətin, hər isimin, hər nəqliyyatın özünün hərəkəti var. İnşallah növbəti dərslərdə də o təyyarə və yaxud gəmi hərəkətləri haqqında, onların da çünki bitkinlik və davam edicilik variantları var. Hətta qaçmaq feilimizin də bitkinlik və davam edici variantları var. O haqda da bir ətraflı dərs hazırlayaram. Məncə bu nəqliyyat hərəkətləri və xadit, itci, yexid, yecid feilləri haqqında daha sualınız olmaz. Məncə açıq aydın başa düşərsiniz ki, söhbət nədən gedir. Növbəti hissələrimizi izləməyi unutmayın. Берегите себя.